İsti, günəşli bir bahar çağında, gəzərkən kəndin çölündə, bağında, birdən bürüyərkən duman çən yolu, tanıya bilmədim nə sağı, solu. Yolumu azaraq gəldim bir yerə, o yerdə rast gəldim tənha bir qəbrə. Oturub yanında xəyala daldım, bu xəyaldan belə bir ilham aldım. Xəyalən seçmişdim qəsdən o yeri, İstədim yazım bu ibrətli şeiri. Oxuyan biləcək bu macəranı, xəyalən duyacaq o yeri, anı. Şair xəyalən verdiyi suala, istədi ki, xəyalən cavab ala. Ey qəbir sahibi, cavab ver mənə. Söylə bilim orada necədir sənə? Bərzəx aləmində halın necədir? Qəbrində gündüzdür, yoxsa gecədir? Üşütmürmü səni bu yağış, boran? Söylə, heç olurmu halını soran? Harda can bildiyin o sağın, solun, çoxmu qısa çəkdi həyatda yolun? Nə olar din, danış, bir şeylər söylə. Məni intizarda saxlama böylə. Cavabsız qalmışdı verilən sual, qəbir dayanmışdı, dinməz, sakit, lal. Elə ki tərpənmək istədim oradan, məzardan səs gəldi, bir dayan, oğlan. Hara tələsirsən, bir dayan hələ, dinlə cavabları gətirim dilə. Günahla keçirdi həyatım mənim, nə bir dərdim vardı, nə də ki qəmim. Halalı tanımaz, bilməzdim haram. Yox idi ağrıyan, sızlayan yaram. Çoxaldıqca pul param var dövlətim, nə kasıb tanıdım, nə də ki yetim. Tox idim, yox idi xəbərim acdan, həzz alırdım iblis taxtığı tacdan. Nə boyun əydim o uca Allaha, dur deyə bilmədim naqis tamaha. Bir dəfə də olsun səcdə etmədim, uca Allahın evinə getmədim. Təslim də olmadım Allah sözünə, namaz çox çətin göründü gözümə. Biri dedi, qocalanda qılarsan. O birisi dedi, hələ cavansan. Nə hədis oxudun, nə də ki Qur'an. Çoxu kimi dildə oldun müsəlman. Harda günah varsa orada baş idi. Xeyir yol üstündə sanki daş idi. Bax, beləcə həyatı vurdum başa, heç çatmadan qocalı qaldı yaşa. Ölüm birdən
girdi həyat bağıma, heç baxmadı gənclik adlı çağıma. Nə acı, kədərli, qəmli bir görüş. Artıq geriyə də yox idi dönüş. Ölüm həqiqətin əsl özüymüş. Axirət var, söyləyənlər düz imiş. Qəbrə qoyulandan pərişan halım, özümü bu hala saldım mən zalım. Həyat çox qısaymış, bir yuxu qədər. Ona bel bağlamaq, inan ki hədər. İndi pərişandır burada hər anım. Kaş ki qədrini biləydim zamanı. Ruhlar aləmində günahkaram mən. Hər anımda vardır acı, kədər, qəm. Bu acıyla gözləyirəm o səsi, İsrafilin surundakı nəfəsi. O səs çağıracaq bizi məzardan. Bəlkə o an qurtularıq azardan. Rəbbin huzurunda durduğum o an, nə cavab verəcəm, bilmirəm, inan. O gün çox çətin olacaq hər kəsə. Dünyaya aldanmış tamahkar nəfsə. Ey məni bayaqdan dinləyən insan, çalış ki az olsun ömründə nöqsan. Allahı uca tut hər bir işində, haram tikə qoy qalmasın dişində. Yaradanın istəyinə təslim ol, ona bir sevgi ilə, məhəbbətlə dol. Onu ən bənzərsiz, ən şəriksiz bil, qoşduğun şirkləri həyatından sil. Nə pir, nə övliya yardımçı deyil. Əsl mömin Rəbbinə edər meyil. Çatdır sözlərimi yaşayanlara, hələ cismində ruh daşıyanlara. Əcəl gəlməmişdən tövbə etsinlər, Məhəmmədin yolu ilə getsinlər. O Allahdan nümunədir sizlərə, tabe olun, nur çilənsin üzlərə. Söylə, bir gün ölüm mütləq gələcək. Hər bir kəsin həyat şamı sönəcək. Vədəm tamam, dönməliyəm mən artıq. Bax beləcə sözün sonuna çatdıq. Sonda bir ricam var ey insan sənə, Rəbbinə dua et, rəhm etsin mənə. Duasız ayrılma məzar daşımdan, dua et, azar azalsın başımdan. Nə çətinmiş məzar evi anladım. Öz nəfsimi bu ibrətlə danladım. Ya Rəbbim, bağışla günahlarımı, mənə o gün çəkdirmə ahlarımı.
Ey vüsal, ey vüsal, kaş bir gün ölüm gələndə sevinəsən öldüyünü biləndə. Bu dua ilə son verdim bu şeirə. Oxuyan dalsın ibrətli seyrə. Oxuyan dalsın ibrətli seyrə.